sizin media nümayəndələrinin çox böyük rolunuz var bu sahədə. Və deyə bilərəm ki, mən bəzi hallarda xoşa gəlməz hallar haqqında sizdən öyrənirəm. Sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir və deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır, amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları da bilməlidirlər. Onların işinə təkcə deməli, prezident administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir. Bu dəfə isə klinikaya pasiyent kimi yox, Baku TV-nin əməkdaşı kimi daxil olduq. Məlumat verin ki, Baku TV-nin əməkdaşları gəlib. Rəhbərliyə məlumat verilən kimi bizi qarşılayan və özünü təqdim etmədən otağına dəvət eləyən əməkdaş şikayətin həqiqəti əks etdirmədiyini və Nihad Aslanovun klinikada çalışmadığını dedi. Nihad bəy Neft və Sənaye Universitetini bitirib, tibbi təhsili yoxdur. Nihad bəy 4-5 ay bundan qabaq bizdən işdən aralanıbdır. Aha. Nihad bəy adlı bizim bu dəqiqə işçimiz yoxdur. Yoxdur hazırda Nihad Aslan. Bizdə bir adam yoxdur bacım. Axı biz az öncə onun qəbulundaydıq. Kimin qəbulu? Nihad Aslanovun. Nədir Nihad Aslan? Yuxarıda 4-cü mərtəbə 403-cü otaq. Mən öyrənib sizə deyərəm. Görüntülər var, istəyirsiniz sizə göstərim. Buyurun, buyurun. Təbii ki. Baxın, zəhmət olmasın. Bu Nihad bəydir. Pasiyent də bizim əməkdaşımızdır. Prosedur icra edirdi. Bəli. Və mən danışıb gəlmişəm. Adam xəstə qəbul eləyir. Bu dəqiqə mən bunu aydınlaşdıram görüm kimdir bu. Həkim olmayan bir şəxs necə xəstə qəbul eləyə bilər? İnsan sağlamlığı hər şeydən önəmlidir. İnsan sağlamlığını riskə atırsınız.